Dostlar, salam və kanalıma təkrar xoş gəlmisiniz. Mənim adım Leyladır və bu kanalda mən şəxsi inkişaf, təhsil və biznes barədə videolar çəkirəm. Yadınıza gəlirsə, bir aralar mən Dilbil barədə çox danışırdım və Dilbili çox dəstəkləyirdim. Mən Dilbilin həm təsisçisi olmuşam. Sadəcə olaraq bir müddət sonra burada Amerikadakı həyatıma fokuslanmaq qərarına gəldim və burada daha çox bura fokuslanmağa qərar verdiyim üçün Dilbillə məşğul olmadım. Amma sizin üçün bir xəbərim var. Mən Dilbilə qayıdıram və Dilbildə bir müəllim olaraq mənim bu ay etibarilə dərslərim başlayır. Qrupda 4 nəfər olacaq və müəllim mən olacağam və bu uzun müddətli bir qrup olacaqdır. Qrupa o tələbələr qatıla bilər ki, onlar artıq ingilis dilində müəyyən dərəcədə danışa bilirlər və onlar o səviyyəni gücləndirmək və növbəti səviyyəyə keçmək istəyirlər. Və sizə bunu deyim ki, məni bu həyatda ən xoşbəxt eləyən şeylərdən biri həqiqətən də ingilis dilində dərs keçmək olubdu. Keçən dəfə oturub fikirləşirdim ki, hansı bir iş olub ki, mən o işi görmüşəm və o işi görüb bitirəndə mən demişəm ki, wow, mən elə hiss edirəm ki, mən kiminsə həyatını dəyişdim də indi. Bu %100 ingilis dili olub. Mən özüm ingilis dilini 13 yaşımda öyrənmişəm. Bizim Gəncədə Amerikan məktəbimiz var idi. Burada Amerikalı müəllimlər pulsuz dərs keçirdilər və məktəb ümumiyyətlə pulsuz idi və ingilis dilini orada öyrənməyə başladım və o məktəbdə mənim çox xoş xatirələrim yaranmışdı və həqiqətən də ingilis dili elə bir dildir ki, mənim həyatımı kökündən dəyişmiş bir dil oldu və mən düşünürəm ki, bu çox güclü bir dildir və bunu istifadə edərək başqalarının həyatını dəyişməyə də çox istəyərəm. Və düşünürəm ki, həyatım boyunca da baxanda ki, insanların həyatına ən çox harda təsir eləmişəm, görürəm ki, ingilis dili ilə təsir eləmişəm. Məsələn, keçən dəfə video çəkmişəm Gəndabla, o Harvardda oxuyur, Harvardda bakalavr dərəcəsini oxuyur və o da, hətta o belə Dilbildə ingilis dili dərsləri götürüb və Dilbildə ingilis dili dərslərinə gəlib və orada danışığı öyrənib. Yəni, inanılmaz önəmli bir dildir və bu həyatda sizin qarşınıza bəlkə də bütün qapıları açacaq bir dildir. Ona görə mən çox istəyərdim ki, sizi Dilbildə öz dərsimdə görüm. Həftədə 2 dəfə, 3-cü və bazar günləri qrupda 4 nəfər olacaq, müəllim mən olacağam və sizə ingilis dilində necə daha yaxşı danışmaq, daha səlis danışmaq, daha professional olmaq, fikirlərinizi daha rahat, axıcı şəkildə ifadə eləmək olar, onu öyrədəcəm. Mən dərsdə ancaq ingilis dilində danışıram və belə bir mənim xəsiyyətim var dərslərdə ki, mən tələbələrə çox diqqətlə qulaq asıram. Onlar müəyyən səhvlər buraxanda, danışıqda və ya qrammatikada bunu not alıram və dərs zamanı və ya dərsdən sonra tələbəyə feedback verirəm. Mənim üçün çox önəmlidir ki, tələbələr dərsə gələndə bir dərsdən o biri dərsə keçəndə artıq müəyyən bir proqres görüm və mən görüm ki, həqiqətən də onların danışığı yaxşılaşır, güclənir, onlar daha özgüvənli hiss eləyirlər, daha rahat hiss eləyirlər və bir müəllim olaraq mənim deyərdim ki, ən güclü tərəflərim budur ki, müəyyən hansısa səhvləri kökündən düzəltmək və tələbəyə həqiqətən də görünür, hiss olunur bir proqres vermək və ümumiyyətlə ingilis dili dərsi keçmək məni çox xoşbəxt eləyir, çünki həm terapi kimidir. Məsələn, söhbət edirsən tələbələrlə, onlar sənlə öz hekayələrini paylaşırlar və bir dənə anekdot görmüşdüm ki, ingilis dili müəlliməm yeganə insandır ki, mənim sevdiyim rəngi bilir. Yəni, elə bir ortam olur sinifdə və mən bunu həqiqətən də çox sevirəm. Dostlar, əgər siz, məsələn, remote iş axtarırsınızsa, xarici bazara çıxmaq istəyirsinizsə, xarici immiqrasiya eləmək istəyirsinizsə, xaricdə universitetlərə başvurursunuzsa, ümumiyyətlə, həyatınızı daha qlobal səviyyədə yaşamaq istəyirsinizsə, səyahət eləmək istəyirsinizsə, bəlkə xarici biri ilə evlənmək istəyirsinizsə, ona görə deyərdim ki, ingilis dili o dildir ki, bütün bu fürsətləri sizin üçün açacaq bir dildir. İngilis dili elə bir dildir ki, İngilis dili olmadan da yaşamaq olar, amma İngilis dili olanda həyatınız elə bil ki 100 qat daha yaxşıya doğru gedir. Ona görə sizi dəvət edirəm, Dilbildə mütləq mənim dərsimə qoşulun. Sizin üçün aşağıda telefon nömrəsi buraxacağam. Bu telefon nömrəsi ilə əlaqə quraraq siz soruşa bilərsiniz ki, qrup nə zaman açılacaqdır, hansı saatlarda olacaqdır dərs və neçəyə olacaqdır. Mütləq əlaqə saxlayın bu nömrə ilə və qrup yığılan kimi, açılan kimi sizə xəbər ediləcək və siz artıq dərsə elə Dilbilin öz platformasında qoşula biləcəksiniz. Dərslər Zoom-la keçirilir, 1 saat davam eləyir və çox əyləncəli, çox dolu-dolu və eyni zamanda çox
elə bir dərs keçir ki, siz o dərsdən çıxanda bir nəticə əldə eləmiş hiss edirsiniz ki, sizin bir nəticəniz var. Siz bugün nəsə öyrəndiniz, siz daha özgüvənli hiss edirsiniz və hətta belə bir şey deyim ki, mənim dərslərimdən sonra bir çox tələbə gedir və yuxusunda ingilis dilində danışmağa başlayır. Və eyni zamanda da bu dərslərdə mən sizə öyrədəcəm ki, biz necə eləyək ki, bütün həyatımızı ingilis dilinə çevirək və hətta siz mənlə dərsdə olmayanda da, yəni mənsiz gün ərzində həyatınıza davam eləyəndə də, işə gedəndə, nə bilim, avtobusa minəndə, dişlərinizi fırçalayanda və s. də sizə sizinlə bəzi məsləhətlər paylaşacağam ki, necə bütün həyatınızı başdan başa ingilis dilində qurasınız ki, fokuslu şəkildə bu dili tam rahat şəkildə danışmağı öyrənəsiniz ki, bu özgüvəni götürüb bu özgüvənlə daha yüksəklərə gedəsiniz. Belə dostlar, bu qısa bir video olacaqdı. Sadəcə bir elan videosuydu. Sizi Dilbildə gözləyirəm. Dediyim kimi aşağıda əlaqə nömrəsini yazacağam. Şərhlərdə yazacağam əlaqə nömrəsini. Mütləq o nömrə ilə əlaqə saxlayaraq mənim dərsimə qoşulun və Dilbildə görüşənədək.